Bu maddi asılılıqlarından, alkoqol asılılıqlarının bəzən də bunlar üçün xüsusi psixiatra müraciət edin, müalicə alım deyə anlayış da geridə qalıb. Bunları biz normal elə həyat tərzinə çevirib, elə mən beləyəm, elə həyatımın sonuna qədər də belə gedəcəm deyə özündə təlqin yaratmışıq. Bir də ailə üzvlərimizin onsuz da bunun müalicəsi yoxdur deyib, bu həyatı ilə barışmalar var, biganə qoymaq məsələsi var da. Niyə bunların müalicəsi var deyə anlayışı biz hələ də formalaşdıra bilmirik ki, müraciətlər də bunun fonunda azalır? Asılıqlar arasında bugün kimyəvi asılıqlar desək, mənim zənnimcə ən ağır edən spirtli işçilərdir və bizdə cəmiyyətdə spirtli işçilərin sui-istifadəsi kütləvi şəkil alır. Onun birinci mərhələsi doklinik, yəni xəstəliyə qədər o məişət sarxoşluğu deyilən, biz hər dəfə 5-ci şənbə və bazar günləri görürük. Yəni asudə vaxtın keçirilməsi, ənənəsi mütləq və mütləq spirtli işçi ilə bağlıdır. Yəni bu qısaca bu işə. Amma tənqid də işçidən asılı olan xəstədə tənqid demək olar ki, yox dərəcəsindədir. Məndə nadir hallarda rast gəlinib ki, yəni spirtli işçidən sui-istifadə edən insan gəlsin desin ki, mənim problemim var. Onun mütləq əmması, bəraəti var, onun bir dənə, min dənə səbəbləri var. Bu xəstəliklərin, psixik xəstəliklər qarışıq və bu asılılıqların müalicəsi uzun vaxt tələb edir. Yəni bu cərrah əməliyyat deyil, soyuq dəymə deyil, mədə ağrısı deyil, mən nəsə bir həftə 10 gün müalicəni düzəldim. Aylar, illər tələb eləyən, müalicə tələb eləyən bir pozuntudur, müşahidə tələb eləyən bir pozuntudur. Burada bir çox mütəxəssislər, psixiatr, psixoterapevt, sosial işçilər, psixoloqlar, belə deyək, ailə dəstəyi, bir çox məsələlər orada reabilitasiyaya qədər, yəni əmək, sosial reabilitasiyası, iş reabilitasiyası bu hamısı işləyir. Yəni bu uzun bir proses, bahalı bir prosesdir.